Ağqara Tok Şousu başlayır. Qarşınızda aparıcı Ceyhun Həsənli. Hər vaxtınız xeyir olsun, hörmətli LTV tamaşaçıları. Hər birinizi ürəkdən salamlayırıq. Yenə də Ağqara Tok Şousunda biz görüşürük və bugünkü mövzumuzla da bağlı inanırıq ki, maraqlı müzakirənin şahidi olacaqsınız və ən əsası bizim bugünkü studiyamıza qoşulanlar bu mövzuda öz müzakirələrini açıq şəkildə və sərbəst şəkildə bildirəcəklər. Və təbii ki, mən onu qeyd eləmək istəyirəm ki, hər zaman biz fərqli və maraqlı mövzulara toxunuruq və danışmamaq mümkün deyil. Bugünkü gündə də hər kəsi danışmağa dəvət edəcəyik və təbii ki, həyatımızı kişilərsiz və qadınlarsız təsəvvür edə bilmərik. Kişilər özlərini qadınsız, qadınlar isə kişilərsiz təsəvvür edə bilməz. Və bir məsələ də var ki, bu yəni həm kişilərin, həm də qadınların fərqli xüsusiyyətləri var və öndə olan fərqli xüsusiyyət ondan ibarətdir ki, kişilər güclü cinsin nümayəndələri, qadınlar isə zərif cinsin nümayəndələridir. Amma buna baxmayaraq fəaliyyət yönümündə, yəni onların fəaliyyətində biz müəyyən mənada balans pozulduğunun şahidi oluruq. Misal üçün, zərif cinsin nümayəndələr olmalarına baxmayaraq qadınlar güclü işlərdə, ağır işlərdə fəaliyyət göstərirlər. Və yaxud da əksini biz müşahidə edirik. İndiki dövrdə, müasir zamanda görürsən ki, kişilər ya işləmir, ya da ki, çox, belə deyim də, asan işlərə cəlb olunmağa cəhd eləyirlər. Nədir bunun səbəbləri? Biz bugün bunu müzakirə edəcəyik. Müasir cəmiyyətdə kim daha fəaldır? Bugün kim daha fəaldır? Qadınlar yoxsa kişilər? Və əvvəlcə mən istərdim ki, ön cərgəmizdə əyləşən ekspertlərimizi sizə təqdim edim. Fəxrəddin Hacıbəyli, Ağdam Dövlət Dram Teatrının direktoru, alqışlayaq onu. Niyaz Hüseynov, Yevlax Şəhər Mərkəzi Xəstəxananın baş həkiminin müavini, onu da alqışlayırıq. Teymur Zahidoğlu bugün bizimlədir, jurnalist, APA İnformasiya Agentliyinin Qarabağ bürosu üzrə əməkdaşı. Və təbii ki, əgər qadınlardan danışırsa, mütləq bugün burada ekspert qismində bir xanım da əyləşməli idi. Ülviyə Babayeva, Aran Humanitar İctimai Birliyində könüllüdür. Və təbii ki, auditoriyamızda əyləşən dəyərli insanlar da bugünkü mövzumuzla bağlı öz fikirlərini bildirəcəklər və əvvəlcə istərdim ki, Fəxrəddin müəllimə belə bir sual ünvanlayım. Təbii ki, nəzər salırıq biz cəmiyyətimizə, kişilər və qadınlar, hərəsi bir iş görür, hərəsi bir iş sahibidir. Mən belə bir sualla müraciət eləmək istəyirəm Fəxrəddin bəyə. Qadınlar hansı və kişilər hansı sahədə daha çox fəaldır bugünkü dövrdə? Buyurun. Çox sağ olun, mənə söz verdiyinizə görə. Mən əvvəla sizin bu layihəni alqışlayıram və böyük uğurlar arzuluyuram. Səhvləmirəmsə. Üçüncü ya dördüncü. Üçüncü verilişdir. Mən daha böyük uğurlar arzulayıram. Çox günümüzün qlobal bir verilişinə, hamımızı düşündürən, hamımızın beynimizi məşğul eləyən və zaman-zaman bəzi məqamlarda heç cavabını tapmadığımız çox gözəl mövzudur. Bu zaman-zaman insanlara düşündürür. Mövzu ortaya qoyulsa da, qoyulmasa da insanların iç dünyasında yaşatdığı bir mövzudur. Qadın ulu bir varlıqdır. Məhəmməd Peyğəmbərin sözləri ilə başlamaq istəyirəm. Cənnət anaların ayaq altındadır. Cənnət burada böyük anlamda. Yəni, yaxşı işlər, xeyirxah əməllər, dünyaya insan gətirmək baxımından, dünyada insanı cəmiyyətə, bəşəriyyətə bəxş etmək baxımından, tərbiyə, əxlaq, namus, qeyrət və bütün yaxşı nə varsa bu qadınlarda cəmləşən bir əlamətlərdir. Ona görə qadınlar haqqında danışanda biz son dərəcə ehtiyatlı olmalıyıq. Qadınlar haqqında danışanda biz anadan danışırıq. Allahdan sonra bizim ən əzizimiz olan cənnəti ayağının altında bildiyimiz analardan danışırıq. Amma bugünkü cəmiyyətimizdə, bugünkü müasir dövrümüzdə qadınların doğrudan da bu paradoksal vəziyyətdə, yəni təzadlı vəziyyətdə iş xüsusiyyətləri var ki, yəni onlar işləməlidir, yoxsa işləməməlidir. Cəmiyyət içində çox olmalıdır və yaxud az olmalıdır. Hərənin öz fikri var. Mənim subyektiv fikirlərim ondan ibarətdir ki, bəli, qadınlar cəmiyyət içində daha çox olmalıdırlar. Cəmiyyətin sağlamlığı, cəmiyyətin əxlaqı baxımından, milli mənəvi dəyərlər baxımından, saflıq baxımından, gözəllik baxımından və çox anlamlarda əgər xeyir götürə bilirsə cəmiyyət, onda mütləq qadınların rolu lazımdır. Qadınların orada təşkilatçıları lazımdır. Necə ki, ailənin ən əsas işləri, ailədə uşağa baxmaq, evdə gələn qonağı qarşılamaq, evin səliqə-səhmanı, cəmiyyət də elə
kiçik formada bir ailədir. Ailə böyük mənada bir cəmiyyətdir. Bax, orada görürsünüz, biz heç bir kişilər, gəlin boynumuza alaq, evdə xanımların gördüyü işlərin heç 10%-ni görə bilmərik. Əlimizdən nə gəlir? Ən yaxşı halda qayğanaq pişirə bilərik, elədirmi? Köynəyimizi də biz yuyub təmizləyə bilmərik. Yəni, söhbət böyük əksəriyyətdən Əslində edə bilərik, amma bunun qadının etməsini daha çox istəyirik. Yox, qadınlar qədər onu sərqiylə, səhmandan. Əlbəttə ki, yəni edə buna bilmərik. görə də biz daha Deməli, çox biz istəyirik qadınlar onlardan etsin. o sayədə, çox sayədə. Xurşudbanın Natəvanına mənim əslim Şuşalıdır. Yəni, mən zaman-zaman bu insanların həyatı ilə maraqlanmışam. İxtisasım da, bilirsiniz də, mənim jurnalistəm mən. Sadəcə olaraq bu insanlar Xurşudbanın Natəvana demək istəyirəm. Onun gördüyü işlər Qarabağda çox böyük müqtədir insanların gördüyü işlərdən də yüksək qiymətləndir. Təsəvvür edin, Şuşaya su çəkdirmək. Dağlardan 40 kilometr yolu, o Şuşaya su çəkdirdi. Bunu kim etdi? Xurşudbanın Natəvan, xan qızı. Xan qızı kim idi? Xanımıdır, qadınıdır. Hətta orada bir balaca əfsanə də var. Reallığa söykənən əfsanələşmiş bir məqam var. O 40 kilometrlik qranit qayaları yarıb fəhlələr suyu çəkə bilmirdilər. Və xan qızına dedilər ki, qazmaq mümkün deyil. Bilirsiniz də, 40 qızdan, Sarıbabadan o dağların qranit qayalarını yarmaq o qədər də asan deyil. Xan qızı faytonla getdi ora və orada hər addımını qoydu. Hər addımdan sonra bir qızıl sikkə, qızıl onluq qoyub ora ki, qaz götür. İkinci addıma qaz götür. Yəni o qayaları çapmaq üçün maddi maraq yaratmışdı qızıl sikkələrlə, qızıl pullarla. Başa düşürsünüz? Yəni heç bir kişinin tarixdə ağlına gəlməyən bir məqam bizim xan qızının ağlına gəlmişdi və o addımlarla da, o qızıllar, pullar hesabına, maliyyə hesabına öz ağlının, idrakının, təfəkkürünün nəticəsi idi ki, Şuşamıza o su çəkdir və böyük insanları su. Yəni tarixdə belə insanlar çox olur. Əlbəttə biz bu barədə danışacağıq. Əvvəlcə Fəxrəddin bəyə dinlədik, alqışlayırıq. Və mən istərdim ki, Niyaz bəyə sual ünvanlayım. İndiki cəmiyyətdə, yəni qadınlar və kişilər daha çox hansı sahələrdə fəaldır? Siz buna necə cavab verərdiniz? Daha çox qadınları və kişiləri hansı sahələrdə görmək mümkündür? Buyurun. Çox sağ olun dəvətinizə görə. Mövzu çox müasir mövzudur, aktual mövzudur. Birinci, cəmiyyətin inkişafı hər bir vətəndaşın inkişafından asılıdır. Cəmiyyətin inkişafı hər bir fərdin inkişafından asılıdır. Fərdin inkişafı isə o deməkdir ki, şəxsiyyətin inkişafından formalaşmasından asılıdır. Müasir cəmiyyət, artıq biz 20 ildir müstəqilik, müasir cəmiyyət əvvəlki cəmiyyət deyil. Yeni meyarlar, yeni dəyərlər formalaşır. Bugünkü cəmiyyətimiz istedad, qabiliyyət, bacarıq tələb edir. İnsanlarda bu keyfiyyətlər olanı üzə çıxarır və önə çıxarır. Ona görə də bugün cinsin, dinin, müasir cəmiyyətin formalaşmasında demək olar ki, ikinci plana keçir. O qədər bugün irəlidə gedən, müasir dövrdə siyasətlə məşğul olan, iqtisadiyyatla məşğul olan, biznes sahəsində olan güclü qadın şəxsiyyətlərimiz formalaşır. Bugün Milli Məclisimizdə əyləşən qadınların sayı görün nə qədərdir. Ümumi Azərbaycanın siyasi florasını formalaşdırmasında onların xüsusi payı var. Mən çox istərdim ki, bugünkü cəmiyyətimizin formalaşmasında onu xüsusi qeyd etmək istəyirəm ki, məhz bizdə prezident üsul idarəsi yaradılandan sonra, prezident institutu yaradılandan sonra bizim cəmiyyətimizdə məhz Azərbaycanın birinci xanımı, Mehriban xanım Əliyevanın çox yüksək qiymətləri var. Azərbaycan cəmiyyətində qadın problemlərinin həlli 10 illər, 100 illər ərzində formalaşmış cəmiyyətdə, sıxılmış cəmiyyətdə açıldıqca yeni problemlərin həllində məhz bizim möhtərəm birinci xanımımız, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyəti çox yüksəkdir. Onun UNESCO-nun və İSESCO-nun sülhməramlı səfiri olması, bilirsiniz ki, UNESCO BMT-nin, İSESCO isə İslam təşkilatının mədəniyyət sahəsi üzrə böyük təşkilatlardır dünya üzrə, məhz öz fəaliyyətinə görə onun xüsusi səfiridir. Və onun bütün dünyada, məhz bu deməkdir ki, məhz Azərbaycanda qadın hüquqlarının carçısı, mədəniyyətimizin carçısı, insan sağlamlığının carçısı bir nömrəli şəxsiyyət məhz Mehriban xanım Əliyevadır. Bugünkü
qadınlarımız cəmiyyətin hər bir sahəsində artıq nüfuz ediblər, hər bir sahəsində çalışırlar və yeni uğurlar qazanırlar. Əlbəttə, demək olmaz ki, məsələn, kütləvi sürətdə var, ancaq bugünkü mövzunun qoyulması məhz həmin qadınlarımızın, Azərbaycan qadının özünün tanıtma, öz hüququnun müdafiəsi istiqamətində görülən işlərin bariz nümunəsidir. Bilirsiniz ki, Azərbaycanda qadın hüquqlarının zorakılığa qarşı, uşaq zorakılığına qarşı böyük bir qanun layihəsi hazırlanıb və həyata keçirilir. Və eyni zamanda layihələr həyata keçirilir qadınlarla əlaqədar. Yəni bunların hamısı müasir insanın, müasir qadının köhnə kişi və yaxud qadın prizmasından baxdıqda haradasa bölünməni aradan götürür. Alqışlayırıq Niyaz bəyi. Və mən istərdim ki, Ülviyə xanıma söz verək. Ülviyə xanım bunu necə dəyərləndirir? Ümumiyyətlə, müasir dövrdə qadınlara kifayət qədər yer verilirmi və qadınlar istədiyi işə, istədiyi sahədə uğur əldə edə bilirlərmi? Buyurun. Təşəkkür edirəm məni dəvət etdiyiniz üçün. Müasir dövrdə qadın-kişi problemi aktual mövzulardan biridir. Ümumiyyətlə, cəmiyyətimizdə belə bir fikir var ki, qadın daha çox ev işləri ilə məşğul olmalıdır. Yəni, onlar idarəçilikdə elə də güclü deyirlər. Hətta siz vurğuladınız ki, kişilər güclü, qadınlar zərif cinsi nümayəndələrdir. Ola bilər ki, fiziki baxımdan ola bilər, amma mən heç də elə düşünmürəm. Qadınlar da istənilən işdə özlərini göstərə bilərlər, xüsusilə idarəçilikdə. Müəllim vurğuladı ki, Milli Məclisdə qadınlarımız çoxdur. Mən elə də deməzdim. Milli Məclisdə əksinə qadınların sayı çox azdır və demək olar ki, onlar çox zəif iştirak edir. Amma qadınlar... Əvvəlki illərlə müqayisədə təbii ki, 30%. Amma Milli Məclisin üzvlərinin 18%, nəsə 30%-dən artıqdır. Yəni, bunun özü də insan. Amma qadınlar idarə etmədə də özlərini çox yaxşı göstərə bilirlər və onlar çox da gözəl idarə edirlər. Mən deyərdim ki, bunu bütün sahələrdə demək olar. Məsələn, dünyadan misal gətirsək, Hillary Clinton bunun çox gözəl nümunəsi ola bilər ki, o idarə etmədə çox yaxşıdır. Yəni, bacarır. Qadın olsa da o bacarır ki, yəni idarə etmədə qadınlar heç də zəif deyil. Digər sahədən siz sual verdiniz ki, hansı sahədə siz qadınlar daha fəal ola bilərlər? Mən bugün deyərdim ki, ən çox qeyri-hökumət təşkilatları, QHT-də çalışan xanımlar daha fəal olur və onlar daha çox özlərini göstərə bilirlər. Nəinki dövlət strukturlarında çalışanlar. Daha çox Ülviyə xanım, hansı sahədə görmək istəyərdiniz xanımları və istəyərdiniz ki, daha çox olsun qadınlar? Mən deyərdim ki, idarə etmədə. Yəni, idarə etmədə deyirsiniz, qadınlar yox, ailədə belə götürsək, təbii o məsləhətləşmə ilə olan bir şeylərdir. Qadın ev işlərində görə bilər, digər işlərdə görə bilər, mən buna inanıram. Amma məsəl üçün, bugün icranı götürək, icra hakimiyyətlərində bildiyimiz kimi qadın yoxdur Azərbaycanda. Mən çox istərdim ki, onlar xanımlarımız olur. Maraqlı bir məsələyə toxundunuz Ülviyə xanım. Qız uşağı olanda arzular tamam başqadır, oğlan uşağı olanda arzular tamam başqadır. Təbii ki, oğul da, qız da hər biri bir baladır. Ancaq mən eşitməmişəm elə bir ata-ana ki, desin, oğlum olanda deyir, böyüyəndə həkim olacaq filan, artıq müəyyən arzuları reallaşmaq üzrədir demək olar ki, elə indidən uşaq anadan olan kimi. Amma mən görməmişəm ki, ana və yaxud da ata, elə daha çox analar desinlər ki, mənim qızım böyüsün, cəmiyyət üçün yararlı bir insan olsun, ictimai, sosial işlərdə fəal olsun. Mən görməmişəm yəni belə bir arzu, yəni valideynlərdən. Daha çox deyiblər, analar mənim yanımda olsun, mənə kömək etsin, ev işlərində filan mənim yardımcım olsun. Yəni daha çox bunu dilə gətirirlər. Bu əslində bizim cəmiyyətin yanlış düşüncəsidir, mən deyərdim ki. Birinci elə hər şey ailədən başlayır. Məhz evdə qız uşağı dünyaya gələndə, ailədə qız uşağı olanda başlayırlar onu ancaq kukla ilə tərbiyə eləməyə, yəni kuklanı oynatmağa, yumağa. Özü götürür kuklanı oynamağa. Xeyr, mən heç də deməzdim. Doğrudan. Bəzən oğlan olur. uşaqlarına baxın, üzr istəyirəm sözlü kəsiyimə görə. Mən bunu dəfələrlə müşahidə eləmişəm. Baxın, hamımızın evində var körpələr. Oğlan da var, qız da var. Allah hamısını salamat eləsin. Ağlı kəsəndə ayağı yer tutandan uşaq
tanka, topa tapan kömək eləyir. Qızlar isə mütləq gəlincik. Olmasa da düzəldirlər, bir fantaziya eləyirlər özlərinə. Bu təbii deyilmi? Yəni Bu genetik bir hal. Yəni ona uşaq almasa da o nəsə götürüb bir yaylığı, bir Yaxşı, nə bilim, üzr stəkanın istəyirəm. başına belə Fəxrəddin bəy, indi Ülviyə xanım nə demək istəyir? Bəlkə onun sözünün Buyurun, arxasında buyurun. nələrsə dayanır. Ola Buyurun. bilsin ki, o genetik cəhətdən mən dəqiq deyə bilmərəm, amma mən ətrafımda çox yaxşı görmüşəm ki, elə balacalığından xanımlar tanka, maşına meyilli olan balaca uşaqlar görmüşəm. Lakin valideynlər istər-istəməz onu yönləndirir ki, yəni alıb əlindən gəlincik verirlər ona. Elə mən bir- görmüşəm şəxsən. Ola Yəni bilər. Bu nadir haldır, amma o, əksər ola bilir yəni belə hallarda müşahidə olunur. Necə olmalıdır Ülviyə? Valideyn Əslində- nəyə aşılamalıdır? Valideyn Kiçik vaxtlarından uşağa. mən belə düşünürəm ki, elə qız uşağı olan kimi ona deməli deyil ki, mən böyüyəndə mənə kömək olacaq ev işlərindənəm filan yerdə və cəmiyyətimizdə bir düşüncə də var ki, qız ancaq müəllim ola bilər. Başqa heç bir şey yox. QHT sektorunda işləyən qızlara bildiyimiz kimi cəmiyyətdə o qədər də yaxşı baxılmır. Bu düşüncələri aradan qaldırmaq lazımdır. Təbii bunlar da maarifləndirmə yolu ilə olmalıdır. Alqışlayırıq Ülviyə xanımı. Ülviyə xanımın fikri ilə danışılası sözlər çoxdur və keçirəm Teymur bəyə. Teymur bəyi necə qiymətləndirir? Təbii ki, biz qadınlardan daha çox danışırıq. Çünki məhdudiyyətlər məhz qadınların üzərində dayanır. Amma məsələ burasındadır ki, Teymur bəy mənimlə ümidvaram ki, razılaşacaq. İndiki zamanda, indiki dövrdə kişilərə iş tapmaq daha çətindir, nəinki xanımlara. Əslində, Ceyhun bəy, mən deyərdim ki, ümumiyyətlə bu Azərbaycan dilində, Azərbaycan folklorunda da var ki, hər bir güclü qadının, kişinin arxasında çox güclü bir qadın dayanır. Yəni necə ki deyirlər ki, pendiri dəri saxlar, arvadı əri saxlar. Eyni zamanda həqiqətən də hər bir güclü kişinin arxasında onun güclü xanımı, güclü qadın dayanır. Əgər həqiqətən də o qadın yoxdursa onun arxasında, mütləq şəkildə o kişi heç vaxt o gücə malik ola bilməz. Mən belə düşünürəm. Çünki bu tək mənim fikrim deyil, ümumiyyətlə mənim fikrim deyil. Bu əsrlərin, bəlkə də min illərin süzgəcindən keçib gələn bir sınaq nəticəsidir. O ki qaldı, mən deyərdim ki, bu günləri qadınlara iş baxımından daha çox yer verilməsi, qadınların daha çox iş tapması belə desək, asan kimi görünür. Əslində bunun mahiyyətini biz mental olaraq başqa cür dəyərləndiririk, amma həqiqətdə bu belə deyil. Çünki nədir? Görürsünüz, bütün dünyada ən yaxşı, ən gözəlliyə apara bilən bütün işlərin hamısını qadınlara həvalə edirlər. Çünki qadın ümumiyyətlə zərifdir, onun düşüncəsi də zərifdir. Fəxrəddin bəy deyir ki, oğlan uşağı topa meyillidir, qız uşağı gəlinciyə. Həqiqətdir. Fəxrəddin bəy çox haqlıdır. Çünki insanın yaranışında, yəqin ki, Niyaz həkim bizi təsdiqləyər, təbii instinktlər doğulur onunla. Qadın mühafizə olunmağı, qorunmağı sevir, kişi müdafiə eləməyi, qorumağı sevir. Yəni, niyə görə oğlan dünyaya gələndə ailədə sevinirlər? Çünki o qılınc götürəcək. Çünki ondan arxada olan zərifliyi kim qoruya biləcək? Oğlan qoruya bilir. Mən bu fikri istəyirəm. Ona görə. Çox gözəl fikirdir. Ona görə oğul doğulanda sevinilir. Əslində kim deyirsə ki, qız dünyaya gələndə nə bilim peşman olurlar, pərişan olurlar, mən ümumiyyətlə o fikri qəbul eləmirəm. Çünki nə qədər güclü kişi olursa olsun, nə qədər böyük, dahi bir kişi olursa olsun, onu dünyaya gətirən qadındır. Onu 9 ay bətnində gəzdirən, yaradan, yaranışını təmin edən qadındır. Və ümumiyyətlə bu verilişin özünün belə mövzusu əslində onu deyir ki, bu günləri qadınlara münasibət heç də bir mənalı deyil. Yəni bu günləri biz qadınları müzakirə edirsək, deməli bizim qadınlara ehtiyacımız olduğunu sübut edirik və onlarsız keçinə bilmədiyimiz. Müəyyən şeylər də var ki, yenə deyirəm, bayaq müsahiblərimiz, həmkarlarımız danışanda dedilər, ümumiyyətlə Azərbaycan qadını tarixən çox güclü qadın olub. Bu günləri Azərbaycanda qadına münasibətin bu səviyyəyə gəlməsində heç də cəmiyyətin münasibəti deyil. Əslində bunun kökünü dünyanın Azərbaycan xalqına münasibətində axtarmaq lazımdır. Təsirini, bəli, axtarmaq lazımdır. Çünki Azərbaycan tarixində ilk diplomat qadın bütün dünya tarixində kimdir? Bizim nənəmizdir. Düzdürmü? Almanlar Rusiya, SSR üzərinə hücuma keçəndə, 2-ci Dünya müharibəsi dövründə, mən kifayət qədər ad-baad deməyəcəm, amma bizim Azərbaycanlı qadın təyyarəçilərimiz vardı ki, onda Rus qadınlar, digər xalqlardan olan qadınlar yalnız və yalnız
belə deyək də tibbi arsenalda çalışırdılar. Amma bizim Azərbaycanlı xanımlar hərbi təyyarəçilər idi, kəşfiyyatçılar idi. Düşmən arxasında işləyən kəşfiyyatçılarımız var. Halbuki biz onları tanımırıq və ondan irəli gəlir ki, bugün bizdə cəmiyyətdə qadına belə deyək də baxış prizması dəyişkəndir. Amma əslində mən yenə deyərdim ki, bugün sizin sualınıza cavab olaraq deyərdim ki, qadınlara üstünlük verilməsi həm də belə deyək də Sovet hökuməti illərindən qalmış bizdə bir kobud bir düşüncə tərzi var ki, onun aşılanması, zəriflənməsi və daha dürüst, daha belə deyək də billur bir səviyyəyə gətirilməsində həqiqətən də qadınların rolu danılmazdır. Siz qeyd elədiniz təyyarəçiləri, təbii ki, belə igid qəhrəman qadınlarımız olub və ötən əsrin 20-ci, 30-cu, 40-cı illərinə baxanda biz görərik ki, o zamanlar trolleybus sürən, tramvay sürən, sonra kombayn, traktor idarə eləyən qadınlar olub. Yəni onları Sovet belə deyim, ideologiyası onları bu təfəkkürdə yetişdirirdi və eyni zamanda onları yəni meyl göstərirdilər, yəni artıq qadınlarda, artıq onlarda bir işə həvəs yaranırdı və mənə elə gəlir ki, qadınlar bir qədər kobudlaşmağa başlayırdılar. Çünki onlarda bir növ kobudlaşma baş verir. Çünki nə dərəcədə ki, qadınlar kombayn, nə dərəcədə ki, traktorla idarə eləyəcəklər və beləliklə də mənə elə gəlir ki, 10 illiklər keçdi və qadınlar sonda belə nəticəyə gəldilər ki, qadınlar özləri hətta belə nəticəyə gəldilər ki, qadın özü incə bir məxluqdur, qadın zərif məxluqdur və zərifliyindən istifadə ilə daha çox zərif işlərlə daha çox məşğul olsa daha yaxşı olar. Razısınız mənimlə, yoxsa yox? Razıyıq, əlbəttə ki. Mən münasibətimi bildirə bilərəm. Buyurun. Ulu Səməd Vurğundan bir misallar yadıma düşdü. Deyəsən bəstə poemasındadır. Dünya bir otaqsa, övlad işıqdır, oğul arxadırsa, qız yaraşıqdır. Yəni görürsün necə böldü bunları. Oğul da, qız da. Sadəcə olaraq bir gözəllik, ülvilik və eyni zamanda bir məsumluq var. Hansı kişiyə desən ki, sən çox gözəlsən, sən çox ülvisən, onun xətrinə deyər, təbii ki. Elədir mi? Yəni kişinin kişiliyi var. Kişini vəsf eləmək üçün müəyyən sözlər var, zamanın süzgəcindən keçmiş. Amma qadına bütün gözəlliklər yaraşır ki, qadınlar çiçək kimidir. Yəni onları sulamaq, qulluğunda durmaq həmişə lazım. Çünki onlar ən azı mən bayaq qeyd elədim, analarımız, bacılarımız və bizim övladlarımızın tərbiyə verənləridirlər. Kişilər həmişə işə gedir, axşam işdən qayıdır. Onun o qədər vaxt imkanı da olmur ki, övladına yetərincə övladından müğayət olsun, onun əxlaqı ilə, tərbiyəsi ilə. Yəni bütün yük bir 90%, 85% düşür qadınların çiyninin üstünə. Qaldı, məsələn, o tərəfi ki, onlar göbutlaş. Bəli, mən tamamilə əleyhiniyəm. Qadınlar taksi sürürdülər. Elədir mi? Bakının özündə də vardı indi. O hal aradan yığışılır, amma nə artıb? Qadınlar, çoxlu sayda qadınlar, xanımlar maşın sürür. Görürsünüz, Bakıda başı verir, indi rayonlarda biraz bu azdır bu hal, amma Bakıda daha çoxdur. Maşın sürəndə yol hərəkət qanunları, qaydaları var. Xanımların çoxu da təbii ki, özlərinə əziyyət verir. Gedib o sürücülük vəsiqəsini oxumayıb. Yol hərəkəti qaydalarının çoxunu bilmirlər. Bu təbiidir, bunu səmimi demək lazımdır. Tək qadınlar mı belə, amma kişilərdə də var belə. Kişilərdə də var, əksəriyyət qadınlarda var. Qadınlarda var. Sizin maşınınız var mı? Olacaq. İnşallah. Amma hələ sizin sürücülük vəsiqəsi yox. Nədən gedir söhbət? Kişilər yollarda onlar pis vəziyyətə salan xanım sürücülərə mütləq etika xəttində yol verirlər. Hamı dayanır, əlləri ilə ki, buyurun xanım, keçin. Əslində onun yolu deyildi, amma biz onu da bilirsiniz necədir. Yəni qadının özünə məxsus gözəlliyi, özünə məxsus ülviliyi, toxunulmazlığı, hörmətə layiq olmaq qanunları bax orada da özünü göstərir. Qaldı bir məsələ ki, onların işə getməsi. Mən qadınların işə buraxılmamasının tamamilə əleyhiniyəm, razı deyiləm. Qadınlar olan kollektivdə birinci bin bərəkət var. İnanın mən səmimi deyirəm. Səliqə səhman var. Orada ən belə, necə deyim, bizim kollektivlərdə bəzən mübahisələr də ola bilir. İş vaxtı müəyyən çatışmazlıqlar ola bilir. Amma onların qarşısını alan mütləq qadınlardır. Qadın olan yerdə o işlər, o əsəbi hal, mübahisələr keçir, artıq kimsə ayıbdır. Burada bir xanım var, heç olmasa ondan ayıb. Tamamilə Yəni ədəb ərkan yaradır. İkinci, xanımını hansısa bir dırnaqarası məntiqə uyğunlaşdırıb, məntiqə bəliyib. Yox, qadının nə işi var kişilər arasında? Bu tamamilə yanlış, kökündən yanlış olan bir fikir. Əgər xanımın əxlaqında, tərbiyəsində qüsur varsa, onu 7 binanın ortasında, nə bilim, sandığın içində belə deyirlər el dilində. Saxlasan da, bu mümkün olan bir şey deyil. Alqışlayırıq Fəxrəddin bəy fikrini və keçirəm auditoriyamıza. Ekspertlərimiz danışdılar. Elə də təbii ki, danışacaqlar, amma sözü mən indi verirəm auditoriyamıza. Kim istəyirsə buyurub danışa bilər. Əliyev Qurban,
Mədəniyyət TV bədii rəhbəri. Cəmal müəllim, burada ekspertlərimizin o dediyi bütün sözlərlə mən razıyam. Yəni o statlar gətirib, yəni kimlərdənsə gətirə bilərik deyirik və gözümüzün qarşısında bu xanımlar hansı şücaətlər göstərdilər, hansı işlər görüblər, bunları biz hamımız bilirik. Amma mən ikinci tərəfini demək istəyirəm ki, biz bu qadınları özümüz də bilmədən, biz yox, daha doğrusu bu cəmiyyətdə indi elə bir şey yaranıbdır ki, özümüz də bilmədən onlar, qoy elə kobud surətdə deyim, ayaq açıbdılar kişilərin üstünə. Niyə? Bax, deyir ki, qadın mütləq işləməlidir. Mən də razıyam, işləməlidir, bəli, işləyir. Tutaq ki, evdə 3 yaşında uşaq böyüyür, bu xanım da işləyir. Elə bir yerdə işləyir ki, misal üçün bunun iclasları olur, axşam misal üçün 6-dan sonra və yaxud nəsə. Bu 2 də işləyin, gedib fəhlədib, bir maşın beton qatıb, töküb, yorğun gəlib evə. Və evdə o bir stəkan çay tapır, o uşaq da təmiz hansı viddə yaşayır, hansı viddədir, indi bu kişi neynəməlidir? Bəli, xanımın özünün öz funksiyası var, yəni bu yaranışdan ki, bu xanım evdə uşaq böyütməlidir, öz həyat yoldaşına, o evdə yaşayanlara, yəni onun qaynı da ola bilər, qaynatası, qaynanası, önemli kimlərsə bunlara bir baxa da bilər, düzdürmü? Biz televiziyalara baxıram, mən televiziyalarda, indi bu dəqiqə əksəriyyət kanalları açırsan, kişilər yemək pişirir, xanımlar isə bax, veriliş aparırlar, biri oxuyur, biri nə bilim, veriliş aparır, nəsə, xanımlar hamısı dayanıb. Amma kişi orada yemək pişirir və bu xanımlar da ona arada bir belə zarafat eləyirlər, yəni başqa mənada yox, yəni zarafata keçirlər. İndi gəlin, mən biraz kobud alınmasın sözüm, məni hamı bağışlasın. Bu kişidə hansı kişiliyi biz görürük? O kişi gedib hansı şücaəti göstərəcək? Birinci, o dediyiniz yanlış fikirdir mənim fikrimcə. O onun sənətidir. Üstəlik yemək verilişlərinə çıxanlar da oxuyan deyil. Sənəti olan aşbazlardır. Çəkiyim, müğənni çıxır ora, oxuyan müğənni kişi çıxır ora və yemək pişirir. Bu Mən üzr istəyirəm, o verilişin formatı O elədir. verilişin Formatı elədir. İcazə verirsəz. Bəli, buyurun Teymur bəy, buyurun. Ümumiyyətlə bizim müsahibimizin, yəni qonaq iştirakçımızın dediyi kimi, yəni mən tərəfdar deyiləm ki, qadın tutaq ki 6-da işə gəlirsə evdə yemək olmalıdır və yaxud olmalı deyil, çay, kişi beton qarışdırır. Bilirsiniz, əvvəlcə ümumiyyətlə Azərbaycan ailələrində böyük bir problem nədir? Öhdəyə düşən vəzifələrin bölüşdürülməməsi və planlaşdırılmaması var. Kişi pencəyini götürüb evdən çıxmağı qənimət bilir. Arvad da belə deyək də, əgər işləyirsə, vaxtında işə çatmağa çalışır. Çünki istəmir ki, çünki qadınlar daha çox dəqiq olurlar, qadın qayda pozuntularına yol verməyə meyilli olmurlar. Ümumiyyətlə, əgər tutaq ki, belə deyək də, həqiqətən də ailənin ehtiyacı üçün qadının da və kişinin də işləməyinə ehtiyac varsa, səhərisi gün bugün axşamdan planlaşdırılır və həmin günün yeməyi də hazırlanır, çayı da hazırlanır və hər şey süfrənin üzərində axşam saat, tutaq ki, sabah axşamın şam yeməyinə gələnlərin yolunu gözləyir. Hazırdır, ən azı buna 5 dəqiqə yəni qadın istəsə bunu edə bilər də. Ən azı, bəli, yəni ümumiyyətlə bizim ailələrdə sabahı günün planlaşdırılması prinsipi yoxdur. Yəni çox nadir ailələrdə var. O ki qaldı, yəni deyilən kimi verilişlərə. Ümumiyyətlə, niyə Azərbaycan efirində kişi yemək bişirir, qadın ona baxır? Cəmiyyətin özündə onun tam tərsidir. Bizim yəni baxışlarımız da bütün günü, yəni pərdənin arxa tərəfində qadın əziyyət çəkir, amma kişi belə deyək də asudə dolanır. Sadəcə olaraq o efirə niyə görə o kimi verilişlər gətirilir? Ən azından insanların beynində işdən sonramı, ya səhər-səhəmi mövcud olan yorğunluq sindromlarını əritmək üçün o verilişləri seçirlər. Yəni o bir psixoloji amildir. Dünyanın ən məşhur atıcıları qadınlar olublar. Çünki snayperlər, ən məşhur snayperlər qadınlardan ibarət olur. Onda bu kişi sənətidir də niyə göndərirdik onları? Sadəcə olaraq tələbat var. Heç bir qadın kişinin pişirdiyi yeməyin dadında yeməyi pişirə bilmir. Bu bir həqiqət. Sizdən üzr istəyirəm, atıcıdan deyirsiniz. Ona görə ki, kişinin nəfəs alması və doktor da məni təsdiqlər, yəni ona görə onlarda dəqiqlik var ki, yəni onlara mane olan heç bir şey yox. Mən başqa bilirsiniz, üzr istəyirəm. Mənim fikrim sizə dəqiq çatmadı. Mən demirəm, ona elə deyiləm ki, kişi evdə yemək pişirməsin və yaxud nəsə eləməm. Mən bunu demirəm. Mənim fikrim sizə çatmadı ki, nə demək istəyirəm mən.
Ya siz Deyirəm ki, fikrinizi düzgün ifadə qadın eləməlisiniz. biz deyirik ki, zəif məxluqda belə deyirik. Bəli. Tarixin belə deyilir. Bəli. Amma xeyr, qadın zəif məxluq deyil, zəif bizik, kişilərdir. Nə mənada? Biz Yox, biz zəifik, onlar zərifdirlər. Onlar zəif deyil. Zəif deyirlər, zərif də deyilir, bəli. O auditoriyada zərif deyirlər, amma deyirlər ki, qadın zəifdir. Qadın heç də zəif deyil. Onların işlədiyi işi biz bir gün ərzində bizim misal üçün onların gördüyü işi biz görsək, səhərə qədər biz yerimizdə heç düzgün rahat da yata bilmərik. Onların gücü o qədərdir. Tariximizi götürəndə Azərbaycan xalqının böyük qadın siyasətçiləri də olub, diplomatları olub, şairləri olub, Tomris, Nüşabə, Burla xatun, Sara xanım, yəni belə götürəndə son dövrlərin bütün sahələr üzrə Zərifə Əliyeva, bugün Mehriban xanım Əliyeva, bu bütün xarici siyasətdə, iqtisadiyyatda çox güclü Azərbaycan tarixi dərin izlər qoymuş qadın qəhrəmanlarımızdır. Sadəcə bugün bizim mövzumuz biraz başqa cürdür. Yəni cəmiyyətdə qadın hansı fəaldır? İkinci də ki, biz bugün qadınlara qiymət vermək üçünmü yığışmışıq? Bugün adətən qadınlar elə bir səviyyədə güclü layihələr həyata keçirilir ki, Azərbaycan cəmiyyətində bugünkü hər birinin əsas funksiyası, vəzifəsi odur ki, qadına öz hüququnu başa salsın. Öz üzərində işləməyi, oxumağı, təhsilini artırmağı, yenilikləri qəbul etməyi, hər gün qavrasın, oxusun, öyrənsin və müasirləşsin. Bugün gördü sual verdiniz, amma xanımlarımız əyləşib burada. Bax, bu kulisin arxasında hər birinə sual versin, o suallarınıza artıqlaması ilə cavab verə bilərlər. Məsələ burasındadır ki, təhsilli xanımlara da görsən ki, haradasa məhdudiyyətlər qoyulur. Misal üçün nə zaman? Təbii ki, ailədə, yəni ailə həyatı qurandan sonra həyat yoldaşı ola bilər ki, onu işindən uzaqlaşdırsın. Bax, belə hallar da yəni Azərbaycan cəmiyyətində var. Bunu yəni ki, biz yəni yox deyə bilmərik ki, bunlar yoxdur. Bunlar əslində var. Buyurun, nəsə demək istəyirsiniz? Ceyhun Atayev, Mingəçevir şəhər 17 Sarı Orta Məktəb. Bugün təbii ki, aktual bir mövzuya toxunulub daha doğrusu. Bir şeyə müəllim bayaq qeyd elədi, kişinin aşpaz kimi verilişdə iştirakı. Necə ki, məsələn, qadınlar qadını milli məclisə qəbul edirsə, kişilər də kişini aşpaz kimi televiziyada qəbul eləməlidirlər. Çünki bugün tam şəkildə qəbul olunub, reallaşdırılıb ki, doğrudan da kişi aşpazların pişirdiyi yeməklər istənilən qadın pişirdiyi yeməkdən daha dadlı olur, daha gözəl olur. Bir də bir şeyi biz unutmayaq, Azərbaycan Respublikasının konstitusiyasına görə hər bir şəxs, kişi və qadın, yəni cinsilə asılı olmayan hər kəs bərabərdir. Ancaq bugün biz cəmiyyətdə bir balaca bu qanunu pozaraq bu bərabərsizliyə yol açırıq. Misal üçün, bayaq dediyiniz o istər avtomobil sürücülüyü vaxtı, yolu keçmək və s. Hər bir halda bunlar yığışdırılmalıdır. Ancaq yığışdırılmamasının əsas səbəbkarı məhz qadınlar özləri hesab olunurlar. Biz qadınlıq yol verin, biz keçəyin. Biz qadınlıq yol verin, növbədə qabaqda durağın və s. Yəni, hər bir halda bu bərabərlik qorunmalıdır. Və cəmiyyətdə heç qəbul eləmək istəmədiyim bir hal var. Bəzən ortaya atılır qadın problemləri, qadın hüquqları. Bu termin ümumiyyətlə cəmiyyətdən yığışdırılmalıdır. Sadəcə bu, vətəndaş problemi və yaxud da ki, vətəndaş hüququ olmalı. İnsan hüquqları. Və yaxud da düz deyirsiniz, mən razıyam. Yəni, qanun hamı üçün qanundur. Qanun hamı üçün qanun. Biz o qanuna söykənirsə, təbii ki, burada insan qanunları, insan hüquqları olmalı. Yəni, ayrıca bunu qadın-kişi ayırmaq olmaz. Sadəcə insan hüquqları kimi. Və bir şeydə fikrimi bildirim. Biz niyə bəzən dediniz ki, təhsildə qadınlara ya məhdudiyyətlər qoyulur və ya işdə məhdudiyyətlər qoyulur? Səbəb nədən ibarətdir? Azərbaycan cəmiyyəti, Azərbaycan dövlətçiliyi biz bilirik ki, bizdə əsas ailədə övlad yetişdirən məhz qadındır. Bu, deyək ki, Avropa cəmiyyətində azdır və yaxud da ki, digər cəmiyyətlərdə azdır. Uşaq özü böyüyür və yaxud da ki, dayə vasitəsindən böyüyür. Ancaq bugün Azərbaycan cəmiyyətində uşağı yetişdirən məhz qadındır. O səbəbdən də qadın təbii ki, işini seçərkən, sənətini seçərkən mütləq gələcəkdə bayaq müəllim qeyd elədiyi kimi planlaşdırma həyata keçirilməlidir ki, mən həm də gələcəkdə bir anayam. Yəni işimi seçərkən elə seçməliyəm, elə qurmalıyam ki, gələcəkdə həm də cəmiyyətdə vətəndaş yetişdirən bir ana kimi öz öhdəmə düşən vəzifəsini yerinə yetirəcək. Ceyhun bəy, siz razısınız ki, ailədə uşağa tərbiyə verəndə, yəni bu vəzifəni daşıyan da məhz qadın olmalıdır? Xeyr, hər ikisi olmalıdır. Hər ikisi olmalıdır. Ancaq bir şey, yəni unutmayaq ki, yəni daha çox övlad atadan çəkinir.
öz problemi olarsa, söz olarsa, fikir olsa daha çox öz belə deyək, anası ilə qadınla məsləhətləşməyə üstünlük verir. Yəni bu səbəbdən yəni qadın da üzərinə yük düşür bəli burada. Amma tam stabillik qorunmalıdır hər ikisi. Bəli, buyurun Fəxrəddin. Ben münasibətimi bildirim. Sizin bir məqama istəyirəm, öz münasibətimi bildirim. Yəni yazılan və yazılmayan qanunlar var. Bizim Azərbaycanımızın milli mentaliteti, milli mənəvi dəyərlərimiz və s. O qədər bizim əxlaqımızın elə təkcə bir minçaları var. Bilirsiniz necədir? Bizim Azərbaycan xalqının, yenə deyirəm, zamanın süzgəcindən keçib zaman bizə gəlib çatmış və bizə çox böyük dəyər olan, çox böyük əmanət olan yazılmamış qanunlarımız var. Qadını qadın eləyən mütləq kişi olmalıdır. Bilirsən, iki cins nümayəndəsi var. İnsanlar ya qadındır, ya kişidir. Təsəvvür edin, dünyada bir nəfər də olsun kişi yoxdur. Ha? Qadınlardır hər yer. Amazonka kimi. Nə baş verir? Mümkün Qadını deyil. qiymətləndirəndə qadın olur. Kişi öz xanımına mütləq xanım olaraq ona qiymət verməyə bacarmalıdır. Ona kişiliyi çatmalıdır. Fəxrəddin Ona bəy, əxlaqı, tərbiyəsi, mənəviyyatı, qeyrəti çatmalıdır. Bir məsələyə toxunaq. Bütün kişilər deyirmi ki, Buyurun. kişini, yəni kişi edəndə qadındır. Yəni kişini o bir gözəl bir atalar sözü var. Kişini rəzil eləyəndə, vəzir eləyəndə Çox qadındır. düz deyirsiniz. Mən belə bir Alman filosofu bilmirəm hansının oxumuşam ki onu. İnsanlar yarananda Allah Taala tərəfindən bütöv yaradıldılar. Sonra onları yarı böldülər, səpələdilər yer üzünə. Yarı qadın, yarı kişi. Və bütün zaman boyu, bütün dövr boyu o yarılar, yar deyil, mənim yarım. O yarılar bir-birini axtarmağa başladılar. Əgər o yarılar birləşib bütöv oldularsa, onlar insanlaşdılar. Onlar gözəl ailə yaratdılar, övlad böyütdülər. Başqasının yarına gəlib calananlar da oldu. Görürsünüz, boşanmalar falanlar. Bu filosofun dediği sözlərdir. Sadəcə olaraq qadın çox böyük. Qadın kişidən 1000 dəfə yüksəkdə dayanan bir varlıqdır. Mən sizə deyim. Yenə qayıdıram Məhəmməd Peyğəmbər əleyhissalamın sözünə. Qadın, cənnət qadınların, anaların ayaq altındadır. Bilirsiniz, o qapı oradan keçir. Xanımın xanım olduğunu unutmamaq lazımdır. Bəs yaxşı, niyə bəzi kişilər qiymətləndirmir? Mən ona Siz dediklərinizi. Qadının qadınlığını Niyə qiymətləndirmir? qiymətləndirmir? Nədir Əsl xanımdan gedir. problem? Sən evdə ana böyütdü səni, bacı sənin qayğını çəkdi, əskərə gedəndə göz yaşlarına məktub yazdı, evdən oğurlatıb 5-10 manatı qoydu məktubun sənə göndərdi. Bunu bacı eləyir. Heç qardaşım vecinə deyil. Mənim 2 oğlum, 1 qızım var. Mən biraz müvəqqəti uzaqda yaşayıram da, belə, yəni aləmdən biraz uzaqda yaşayıram. 2 oğlum mənə gün ərzində demək olar ki, zəng eləmirlər. 3 gündən, 4 gündən bir ata necəsən. Amma qızım gündə bir 4 dəfə, 5 dəfə mənə zəng eləyir, mənim halım. Yəni qızlar daha istiqanlı olur Bu deyirsiniz. belədir, bunun tamamı olmaz. Sadəcə olaraq insanlar, o kişilər xanımı qiymətləndirməyi bacarmalıdır. Sən elə bilərsən ki, xanım möhtəşəm bir xanım olar. Siyasətdə də uğur qazanar, səhiyyətdə də, təhsildə də, ümumiyyətlə ictimai həyatda böyük uğur qazanar. Elə bilərsən ki, ictimaiyyətdə böyük uğur qazanmağa böyük potensial olan bir xanımı sən elə bir vəziyyətə salarsan ki, ay kişi, o dırnaqarası kişi. O xanım, bağışlayın, mən demirəm kim ola bilər. Bilirsiniz necədir? Kişidən asılıdır. Kişinin qadına hörmətindən, ona qoyduğu qiymətdən. Xanım gələndə ayağa düşsən, xanımın qarşısına, çox üzr istəyirəm, biraz qlobal mövzudur bu. Səliqə səhmanına çıxmalısan. Nə olsun ki, hər gün gördüyün xanımındır. Sən onun yanında elə işlər var ki, məsələn, saç daramamalısan, üzünü təraş etməməlisən. Əzi yüzük paltarda onun qarşısına çıxmamalısan. Bu inanın belədir. O sənin qadına olan hörmətindir. Və onun bir balaca zəhmətini yemək gətirib qoyub sənin qarşına. Yemək dadsız olsa belə deməzsən, nə gözəl, mən ömrümdə belə gözəl yemək yeməmişəm. O sabahları ondan da gözəl yemək pişirəcək. Qadını qiymətləndirəndə qadın olur. Qadınlar çox həssasdırlar. Kişinin ürəyinə yol hardan keçir? Mədəsindən, ha? Amma qadınlar gördüyü ilə, eşitdiyi ilə, əqlinin, təfəkkürünün məhsulu ilə duyurlar. Ödə çox həssaslar onlar. Biz onlara oynaya bilmərik. Yəni aktyor olaraq, biz onlara səhnədə oynamaq olar, nə bilim həyatda kiməsə bizi saxlayan post patrol xidmətinin əməkdaşına biz nəsə yalan deyə bilərik. Vallahi mən qanunu pozmamışam. Amma xanımlara demək olmur. Çox həssas, çox diqqətli və çox həddindən artıq hörmətə layiq bir insanlardılar. Fəxrəddin mənim bu ailə daxilində çox gözəl onun izahını verdi. Qadınların biz hamımız övladıq. Hər birimizin dünyaya ana gətirib. Ana bəli, müqəddəsdir. Cənnət ananın ayaqları altındadır. Biz bu tərbiyə ilə, bu əxlaqla böyümüş insanlarıq. Bugünkü cəmiyyət qadınlarımıza xüsusi münasibət tələb edir və qadınlarımızdan yeniləşməyə tələb edir.
Bugün qadınlarımız biznesmendir, qeyri-hökumət təşkilatlarının iştirakçılarıdır. Nə qədər layihələr həyata keçirsiniz xanım? Siz hansı layihələr həyata keçirsiniz? 3-4 layihə. Xaricilərlə əlaqədə olursunuz. Görürsünüz nə qədər işlər görülür. Bura yeni layihələr keçidən Amerikadan, Avropa ölkələrindən xanımlar gəlir, qadınlar gəlir. Biznes strukturları, institutlar, digər sahələr, hamısı da qadınlarımız güclü inkişaf edir. Yəni bugünkü inkişafı nəzərdə tutub müasir dövrün nəbzi ona uyğun vurulmalıdır ki, müasir qadın ailə daxilində o sərhəd, ailə institutu deyək, ailə institutunu gözəl öz funksiyasını yerinə yetirməlidir. Əlbəttə kişinin öz funksiyası var. Bugünkü qadın qayğanaq pişirən olmamalıdır təkcə. Təkcə plov pişirən olmamalıdır. Müasir qadın hər bir şey bilməlidir. Nəinki qayğanaq pişirməyi, eyni zamanda xarici dil də bilməlidir, musiqini də bilməlidir, ədəbiyyatda bilməlidir, hər bir sahəni də bilməlidir. Yəni Ben demək istəyirəm. aklımca 30 saniye vaktinizi alacağım, 20 saniye. Azərbaycan yox, bütün millətlər, dünyanın bəşəriyyətin bəxş elədiyi, Allahın bəxş elədiyi bəşəriyyətə. Bütün millətlər öz mədəniyyəti ilə seçilib sayılandı, elədirmi? Millət mədəniyyəti ilə ölçülür. İqtisadiyyatı, inkişafı öz yerində. Amma mədəniyyət önəmdədir, birincidir və birinci sıradan olan bir yerdədir. Bizim Azərbaycanın muğamları, milli mənəvi dəyərləri unudulub batıb, açığını deyək, unudulmuşdu. Mən özüm efilitçisi olmuşam, 20 il mən efildə çalışmışam. Muğamımız biraz uzun oxunanda tez onu kəsirdilər, olmaz filan, niyə olmur? Bizim milli mənəvi dəyərlərimiz, xalq mahnılarımız, muğamlarımız, onun çalarları olan xalçalarımız və s. çox böyük bir anlamda vaxtınızı almıram. Bunları bugün araya ərsiyə gətirib, bugün bunlara həyat verən kim oldu? Bizim ölkəmizin birinci xanımı Mehriban xanım. Heç bir mübaliğəsiz, heç bir fikri nətər deyim, pardaklamadan sadəcə demək olar ki, Mehriban xanım, Azərbaycan xanımının nəyə qayıdır olduğunu məhz bu əməli ilə sübut elədi və indi bütün dünya bizim muğamlarımızdan danışır. Hətta ifa eləyirlər. Hətta ifa eləyirlər, bəli. Bütün muğamlarımızı eşitmək üçün, onlar üçün bu caz musiqisi, estrada və yaxud başqa janrda olan musiqilər o qədər önəmli deyil, çünki onlarda şedevrləri var. Amma bizim muğamımız, hansı muğamımız ki, Üzeyir bəy muğamlara sökəndi, Üzeyir bəy boyda böyük bir mərhələyə qalxa bildi. Bax, Mehriban xanım bu muğamımızı araya ərsiyə, yəni öləzməkdə olan, ocağı sönməkdə olan belə bir milli mənəvi dəyərimizi ortalığa qoydu və Azərbaycanı tanıtmaqda deyim sizə ki, bütün inkişafla hardasa yarı-yarıya, yəni çiyin-çiyinə inkişaf elədilər. Müsbət tərəfləri biz deyirik. Bu çox gözəldir və saymaqla bitməz. Amma məsələ burasında da ekran başında bizə baxan xanımlar da var, bəylər də var. Xüsusi olaraq mənə elə gəlir ki, xanımlara olan məhdudiyyətlər var. Bu olmaz, o olmaz. Yəni, bu tərbiyəni verən də mənə elə gəlir ki, xanımdır. Həmin o gələcək qıza tərbiyəni verən. Yəni, bu tərbiyəni necə aşılayır bu ana? Necə onu cəmiyyətə buraxır? Buyurun, Teymur bəy. Bildirərdim. Ümumiyyətlə, hansı kişi ki, qadının inkişafına maneçilik törədir, ümumiyyətlə o kişinin özü zəif bənddir. Çünki o kişi özü zəifdir, kişi olaraq zəifdir. Həm onun mənəviyyatında zəiflik var, həm əxlaqında zəiflik var. Teymur bəy, üzr istəyirəm, niyə qoymur işləməyə? Deyirəm, elə onu deyirəm. Çünki əgər həqiqətən də, belə deyək də, o kişi fikirləşir ki, tutaq ki, onun həyat yoldaşı və ya onun qızı ondan bir addım irəli gedərsə, ona cəmiyyətdə belə anormal baxacaqlar. Əslində elə deyil. Əslində o, tutaq ki, bir qadının uğur qazanması ictimai həyatda, siyasi həyatda, bir qızın, hansısa bir ailədən çıxmış bir qızın ictimai siyasi həyatda uğur qazanması əslində o kişinin elə uğurudur. Ata kimi uğurudur, ər kimi uğurudur. Sadəcə olaraq biz uğur qəbul eləyə bilmirik çox vaxtı. Ümumiyyətlə görə bilmirik o uğurları. Problemimiz oradan gəlir. Biz qızı təpəqarpaz eləməklə böyüdürük. Qorxutmaqla böyüdürük. Dırnaqarası ictimai qınaq da var. Tamam, yox, o mən Dənlər bunu yoldaşı işləyir, bu kişi arvad hesabına yaşayır. Tamamilə razıyam. Amma bir şey həqiqət var da. Biz bəzən Fəxrəddin bəy dediyi kimi ictimai qınaqlara da köklənirik. Aslında amma fikirləşmirik ki, biz yıxılanda, hər hansısa bir problem olanda, həmin ictimai qınaq bizi heç bir fiyaskodan xilas eləyə bilmir. Amma anormal şeylərdə söykənirik, onunla razılaşırıq. Teymur bəy, problem orada. Siz necə razı olarsınız xanımınız ayda 800 manat maaş alsın, siz ayda 200 manat maaş alın? Mən bir şey deyim, əgər həqiqətən də bizim, yəni mən ailəliyəm, 3 övlad atasıyam, həyat yoldaşım işləyir və hətta belə deyək də, mən onun işləmək üçün heç bir məhdudiyyət də görmürəm.
Sadəcə olaraq bəzən ehtiyac olanda ki, evdə uşaq var, xəstədir, icazə almaq lazım olur, icazə alırıq. Ya tutaq ki, başqa bir ailəvi tədbir var, icazə almaq lazım olur, icazə alırıq. Yəni mənim üçün belə deyək də, faciə deyil ki, qadın 1000 manat alsın, kişi 100 manat alsın. Bu faciə deyil əslində. Çünki kim nəyi bacarırsa, kim nəyə qabildirsə onu alır da. Bəlkə o məndən savadlıdır, o daha yaxşı vəzifədə işləyir. Mənim savadım yoxdursa, mən onu faciəyə çevirməli də deyiləm. Əslində utanmalıyam onda. Bir ata kimi, bir ər kimi utanmalıyam ki, deməli mən geri qalıram. Özümün inkişafım haqqında düşünməliyəm. Yoxsa onu dəhşətə, faciəyə gətirməyə ehtiyac deyildir. Özünüzü təqdim edin və ümumiyyətlə burada olan söhbətlərə münasibətinizi bildirin. Məmmədova Rahilə, 3 nömrəli məktəbdə müəllimə işləyirəm. Münasibətim belədir ki, indi kişi ilə qadına fərq qoymaq düzgün deyil. Belə ki, hər ikisi də eyni sahədə çalışa bilər. Mən buna pis baxmıram. Sizin Evdə də məktəbdə, mənim üzr istəyirəm, qadın müəllimələr çoxdur, yoxsa kişi müəllimələr? Qadınlar daha çoxdur. Kişi müəllimlər də var. Hamısı da eyni səviyyədə çalışırlar. Pis baxmıram. Evdə də mənə pis baxmırlar. Ailəliyəm, 2 oğul övladım var. Belə. Yaxşı, cəmiyyətdə olan münasibətlər qadına, xanıma, yəni indi bilirsiniz ki, qadınlar daha da fəallaşıblar. Bax, buna belə deyək də, yəqin ki, negativ hallarla rastlaşırsınız sizdə ki, qadına bu olmaz, bunlar olar, qadın ilə müəllimə olsa yaxşıdır, ya da ki, qadın ilə tibb bacısı olsa yaxşıdır. Nə münasibət bildirirsiniz? Yəni, reaksiya verirsiniz? Reaksiya vermək belədir ki, qadın bütün sahələrdə çalışa bilər. Mən buna pis baxmıram heç. Elə bilirəm ki, bizim ailədə də pis baxmırlar. Elə biz özümüz, öz ailəmizdə 5 uşaqdan, 5'imiz də ali təhsillik. 3 qızı, elə bil bacılardan ikisi texnik universitet qutarıb vaxtilə. Gənclərdən, gənc xanımlardan danışanlar mənə də gəlir ki, olacaq. Buyurun, zəhmət olmasa xanımlara, gənc xanımlara ötürün mikrofonu. Elə problem də odur ki, gənc xanımlar danışmaq istəmirlər. Bəli, buyurun, vurğulayın. Gənc xanımlar danışmaq istəmirlər. Sadəcə elə özlərində problem yaradırlar. Niyə danışmaq istəmirlər? Niyə danışmaq istəmirlər? Çünki elə günah onların özündədir ki, onlar ictimai qınağı əsas tutaraq, əllərində əsas tutaraq, utancaqlıq adı altında. Sabah bizə baxacaqlar. Sabah bizə baxacaqlar, bizi alan olmayacaq, üzr istəyirəm ki, o bu çıxsa da. Yəni bu kimi fikirlərlə elə xanımlarımız özlərini həqiqətdir. Kənarda qoyurlar. Bu xanımın sözündə böyük həqiqət var. O ictimai qınaq deyirik. Bilirsiniz necədir? Mənim balalarım, siz bax gözəl xanımlarsınız. Yəqin ki, ailə qurmusunuz. Yəni bu tərəfdə də var xanımlar. Xoşbəxtlik arzulayıram sizə. Bilirsiniz, aktiv olmağa vərdiş eləyin. Aktiv olmağa vərdiş eləyin. Yaxşı işlərə vərdiş eləyin. Bu ictimaiyyət indi bizə baxırlar, indi kameramız çəkir bizim hörmət tamaşaçılar. Baxırlar, mən özüm bir 20 ilə yaxın kamera qarşısında, yəni böyük auditoriya qarşısında çıxışlar eləmişəm. Bilirsiniz, heç vaxt sıxılmayın, heç vaxt çəkinməyin. Uzaq olsun, biz əməllərdən çəkinin. Amma insanlara ağıllı söz deməkdən, insanlara içinizdən gələn duyğuları ishar etməkdən çəkinməyin. Bəlkə kimsə o sözdən bəhrələnəcəkdir. Bəlkə kimsə o söz kiminsə həyatında bir yaxşı mənada bir dəyişiklik edəcəkdir. Fəxrəddin bəndə sizin qüvvət, Buyurun. bayaq Qurban müəllim dedi, o efir veriliş barədə, aşpaz barədə, yemək pişən barədə. Prioritet bir məsələ oldu o məsələ. Kanallarda. O qadınlar kişiləri müzakirə edirlər. Amma bizdə kişilər qadınlar. İndi o mən sözü istəyirəm, bir məqamı mən vurğulayım. Bax, bu böyük sözlərdir. Yəqin siz cavanarsınız, bunu eşitməmişsiniz. Mən çox tamaşaçılardan üzr istəyirəm. O eşidən zümrə ki var, bu sözlər yəqin ki, məşhur sözlər deyəcəm mən. O qədər başqa bir kəşf eləmirəm burada. Şeyx Şamildən danışmaq istəyirəm, məşhur Şeyx Şamildən. Sual verdilər ki, sən niyə belə məşhurlaşdın, niyə belə sevildin? Deyir, mən evə gələndə həyat yoldaşım, zövcəm, məni görəndə hər dəfə mən girəndə ayağa qalxdı. Və övladlarım xanımıma baxdı, hər dəfə mən görəndə övladlarım da ayağa qalxdı. Yəni, ailəm məni qaldırdı. Sonra mənim ailəmə baxdı, aulum məni görəndə hamı qalxdı ayağa. Sonra bütün Dağıstan, aula baxdı, mən gələndə ayağa qalxdı. Mənim şöhrətim mənim xanımımdan başladı. Evdə o məni görəndə ayağa qalxırdı. Bilirsiniz necədir? Qarşı tərəf, xanım və bəy. Bunlar bir-birinə hörmət eləsələr, inandırım sizi ki, övlad da ona baxır, o tərbiyəni oradan götürür. Cəmiyyət də, o dediyimiz indi sizin sıxıldığınız, utandığınız cəmiyyət var ki, xanım deyir ki, ictimai qınaqdan qoq, bizi almayacaqlar. O sizi almasınlar. O geçsin bir, nə bilim, hansısa bir, üzr istəyirəm, heç kim arzulamıram, bir səviyyəsiz,
danışa bilməyən, təfəkkürü olmayan, yəni hansısa məhdud bir formada, və yaxud mənim qardaşım Gözəl dedi ki, o atanın, ananın günahıdır ki, elə övlad böyüdürlər. Məhdudiyyətlərlə. Ey, olmaz, eləmə, oxuma, televizora baxma, filan eləmə, ay nə bilim, bir rəfiqənlə söhbət eləmə, hansısa bir mövzunu müzakirə eləmə. Sən bunu nə qədər qapalı saxlayırsan? Sən kim böyüdürsən? Sən bəşəriyyətə, cəmiyyətə kimi yetişdirirsən? Biz hamımız başımızı yerə qoyub ölüb gedəsiyik. Bu dünya əbədi deyil. Övladımız bizim göstəricimizdir. Deyəcəklər ki, ya bu övladı böyüdən valideynə Allah rəhmət eləsin. Bu əxlaqla, bu tərbiyə ilə, bu mədəniyyətlə, bu danışığı ilə, bu mənəviyyatla. Ya deyəcəklər ki, sən Allah lənət eləsin. Allah rəhmət eləsin. Bu nə idi bunu böyüdüb bu cəmiyyətə? Heç bu özünü apara bilmir, heç bu danışa bilmir. Buyurun. Bax, bu mənada biraz ürəkli olun, xahiş edirəm. Mən müəllimin sözündən razıyam. Doğrudan da Azərbaycan qadını bax, döyüşkəndir, Nüşabə kimi, diplomatdır, Sarı xatın kimi, mədəniyyətini, xalqını sevəndir, Mehriban xanım Əliyeva kimi, millətpərəstdir, deyək ki, Qənirə xanım Paşayeva kimi. Yəni, bugün Azərbaycan qadını istənilən sadə parlaya bilər. Hər şey deməz, ilk olaraq bünövrə ilə demək olar ki, təxmin buradan başlayır. Yəni, ilk olaraq cəmiyyətə çıxanda gərək heç bir qadın sıxılmasın. Bugün biz hər kəs təbii ki, qəbul edir ki, qadın böyük bir xəzinədir. Sadəcə xəzinəni araşdırmaq lazım. Bugün burada təbii ki, hər bir kəsin sözü var, deyiləsi sözü, sadəcə sıxılırlar. Çəkilmiş Amma ürəyində saxlayır sözü. Yəni Ceyhun bəy, diqqətə çatdırmaq, bunu sərbəst şəkildə bildirmək məncə ən asan, ən gözəl yoludur. Mən istədim bu xanım danışsın, görəm ürəkləndi xanımlardan biri. Buyurun. Özünüzü təqdim edin və keçin. Bir nömrə məktəbin müəlliməsi. Münasibətiniz necədir? Bax, burada danışılanlara. Niyə bizim xanımlarımız, bax, siz bu verilişə öz əyağınızla gəlmişsiniz. Mənə elə gəlir ki, öz beyninizlə, öz amalınızla da öz fikrinizi rahat şəkildə bildirə bilərsiniz. Sizə burada mənə elə gəlir ki, mane olan yoxdur. Mane olan nədir? Cəmiyyətin müəyyən qisminin fikirləridir. Yəni, o fikirdən mənə elə gəlir ki, asılı olmamalıdır heç bir insan. O bizim haqqımızı yeməməlidir. Biz sərbəst şəkildə öz fikrimizi bildirməliyik. O bizim haqqımızdır. Buyurun. Bizim ailədə də Bəli. pis baxmırlar işləməyə. Mikrofonu yaxın. Qadın işləməyinə pis baxmırlar. Sadəcə olaraq düzdür. Adətən qızlara bir balaca məhdudiyyətlər qoyulur ki, filan yerə olmaz getmək, filan kəslərlə danışmaq olmaz, rəfiqələr olmaz. Bir balaca bunlardır. Ancaq sadəcə olaraq amma işləməkdir, tədbirlərdir, iştiraklara qadağa qoyulmur heç bir vaxt. Yəni, siz yaxşı, sizin yanınızda olan xanımlar necə, onlar üzləşiblərmi? Siz üzləşməmisiniz, bəs sizin rəfiqəniz ola bilər, iş yoldaşınız ola bilər, şahidi olmuşsunuzmu, üzləşmişsinizmi ki, belə hallarına ki, maniyə olsunlar onlar işlərində? Rəfiqələrimizin arasında olubdur ki, oxumaq olmaz, qız uşağı oxuya bilməz, nə bilim, təhsil ala bilməz, işləyə bilməz. Belə bir şeylər olubdur, ancaq ona da yaxşı baxmırlar. Bir dənə münasibət bilmək. Bəli, buyur. Ümumiyyətlə, siz bayaq da sual verdiniz ki, nəyə görə kişilər qadınların işləməyin, oxumağın əleyhinədir? Bu, birinci növbədə ictimai qınaqdır. Kənardan deyərlər ki, filankəsin qızı oxudu, sabahsı gün gəlib işləyəndə yoldaşı tutaq ki, işləmir, özü işləyir. Artıq başlayır, bəs filankəsin yoldaşı işləmir. Kişiyə təzyiqlər olur kənardan ki, qohumları olsun, qonşuları olsun. Bəs sən necə kisən ki, sən arvadın işləyir, sən özün işləmirsən və yaxud maaş məsələsində o səndən yüksək maaş alır. Bir də kişilərin gəlin açıq etiraf edək ki, çəkindiyi bir nüans var ki, qadınlar onlardan irəli gedə bilər. Kişilər həmişə ondan çəkinir ki, qadınlar bizdən irəli getməməlidir. Yəni, mənim xanımım məndən qabaqda olmamalıdır. Bir də qayda pozuntusu, sürücülük məsələsi. Bayaqdan ağlımda fırlanır o. Birinci, hələ mən eşitməmişəm ki, hansısa bir xanım maşını vursun, aşırsın və yaxud maşını 140-la sürsün. Xəbərlərdə verirlər onu. Qadınların... Görün o qayda pozanların, uzaq olsun, mən arzulamıram, bəli. Onların, sonra bu hadisə törədənlərin neçə faizi qadınlardan. O kişilərin günahı ki, xanımlara söz atanda yolu ola bilsin ki, çaşıb maşına. Yox, nəzərə alaq ki, sayı hesabı ilə, yəni kişi sürücülər, nə qədər ki, qadın sürücülər var, yenə də yəni kişi sürücüləri üstünlük təşkil edir. Ağ-qara tok şousu davam edəcək, indi isə vaxt reklamlarındır.
Qısa fasilədən sonra Ağ-Qara Tok şousu davam etməkdədir və təbii ki, yenə də burada olan auditoriyada olan şəxslər öz fikirlərini təbii ki, bildirəcəklər. Buyurun. Məmmədov Vüsal, tarix müəllimi. Mən bir çox məsələlərə münasibət bildirmək istəyirəm. Hər şeyin görünən və görünməyən tərəfləri var. İndi ekspertlərimiz danışır, hər şey gözəldir, hər şey əladır, qadına hörmət, qadına qayğı, bu gözəldir. Amma Teymur müəllimə mən sual vermək istəyirəm ki, tutaq ki, Vüsalə Mahir qızı APA'nın direktoru sabah sizə dedi ki, Bərdə rayonunda bir qadın yaşayır, qadına hörmət olaraq öz vəzifənizi verin həmən qadına, onda inandırım ki, siz ki, daha çox rəqabət edəcək, onda qadına hüquq vermək yada düşməyəcək. Amma yolda deyirik ki, qadına yol verilməlidir. Bir dəqiqə, qoyun fikrimi çatdırım sonra. Bilirsiniz, hər şeyin gəlin açıq, real danışaq. Bayaq sual verildi, dediniz 1000 manat alsa da narahat olmaram. İnan ki, hər hansı bir kişi qadın ondan daha çox pul gətirdikdə istərsəməz biraz da söz sahibi olur. Ona görə də istərsəməz həmən kişi ondan razılaşmayacaq. Gəlin etiraf elə. Burada biraz real danışanda, hər şeyi görünən kimi danışan, real həyatımızda olan kimi danışan. Qaldı ki, qadın hüquqları Azərbaycanda məncə yetərincə var. Sadəcə olaraq bir şey deyim ki, Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra qadınlar meydana atıldı. Məsələn, mən son dövrlər Qəmrə xanım Paşayevanı Güney Azərbaycanda zəlzələ oldu. Mən təəssüf edirəm ki, Azərbaycanda 80-ə yaxın kişi millət-vəkillər bir dənəsi cəsarəti tapıb, məsələn, İrana yardım haqqında danışamadı, amma Qəmrə xanım Somalidən birbaşa Təbrizə gəldi. Özlərində cəsarət tapıb. O millət vəkillərinin, bilirsiniz, ümumi danışmaq olmaz, elə deyil. Onların yetərində cəsarəti də var. Onlar Azərbaycan xalqının ictimai həyatında, öz işlərində, öz funksiyalarında yetərincə qabiliyyətlərini və cəsarətlərini nümayiş etdirirlər. Sadəcə olaraq Qəmrə xanım ola bütün qabuğa düşdü. Mənim özümə bacı saydığım gözəl bir xanımdır. Mən alqışlayıram onu. Amma o kişilərin cəsarəti çatmadı, kişilər filan o barədə biraz ehtiyat. O millət vəkilinin ki, mən səs verisi etmişəmsə, mən ondan onu tələb eləyə bilərəm ki, bu gün Güney Azərbaycana yardım lazımdır. Mən onu öz millət vəkilim kimi, mən bu cəsarətli addımı ondan gözləyirəm. Mən onu təhqir eləmirəm, tənqid edirəm sadəcə addımına görə. Mənim millət vəkilimdirsə, mən onu seçmişəm ya bu gün. Bu gün mənə söz verirsə Azərbaycan xalqının mənafeyini qoruyacam. Amma ümumilikdə hamısı haqqında cəsarətsizlər sözünə mən razı deyiləm. Bir şey deyim, niyə bir dəqiqə qulaq asın? Mən siz yarım saat, bir saat sizə qulaq asım. Niyə siz 2 dəqiqə mənə qulaq asmırsınız? Yox, mən sizə qulaq asıram, yetərincə qiymətləndirirəm. Sadəcə Azərbaycanda qadınlar yetərincə vəzifələrə çəkilmir. Mən belə deyirəm də, məsələn, Azərbaycanda bir-iki nəsə partiya var ki, qərar çıxart ki, Azərbaycanda qadınlar heç olmasa bütün müavinlikdə, istər idarə heyətində, istər gənclər təşkilatında, istər qadınlar